İsrailin müdafiə hazırlığı İranın cavab hücumunun geniş miqyaslı ola biləcəyi gözləntisini yaradır. Hərçənd İran rəhbərliyi dilemma qarşısında qalıb. İsrailə böyük hücum müharibəni genişləndirə və İrana qarşı beynəlxalq müdaxiləni aktuallaşdıra bilər. İmitasiya xarakterli hücumla kifayətlənib danışıqlar masasına gələrsə, ağır şərtləri qəbul etməli olacaq və bu rejimin İran cəmiyyətinə cavab verməsini çətinləşdirəcək. Əsədin devrilməsindən sonra Suriyadan çıxdıqları zaman eyni suallarla üzləşdilər. Müəyyən cavab tədbirlərindən sonra diplomatik masada danışıqları imitasiya etməsi və nüvə silahı əldə etmək üçün zaman qazanması da çətin görünür, xüsusilə son hücumdan sonra. Bu baxımdan İran rəhbərliyinin vəziyyətdən necə çıxacağı sual altındadır və İsrailin İranın düşdüyü vəziyyətdən maksimum istifadə etməyə çalışacağı aydın görünür. İranın dini lideri Əli Xameneyni keçmiş ordu komandiri general-mayor Əbdülrəhim Musəvini baş qərargah rəisi təyin edib. Briqada generalı Məhəmməd Pakpuru isə Sepahın komandanı təyin edib. Pakpuru daha öncə Sepahın quru qoşunlarının komandiri olub. Bununla yanaşı Xameneyi tərəfindən general-mayor rütbəsi verilən Əli Şadmani baş qərargahın Xatəmül Ənbiya mərkəzi qərargahının komandanı təyin edilib. Qeyd edək ki, İsrailin hücumu nəticəsində İran Silahlı Qüvvələrinin baş qərargah rəisi Məhəmməd Baqeri, baş qərargahın Xatəmül Ənbiya mərkəzi qərargahının komandanı Qulam Əli Rəşid və Sepah komandanı Hüseyn Salami öldürülüb. Videomuzu bəyəndinizsə kanala abunə olmağı və videonu bəyənməyi unutmayın.